Bakılı oğlanlar Şən və Hazır Cavablar klubu komandasının əfsanəvi kapitanı Anar Məmmədxanovun bugün anım günüdür. Onun qəfil ölümündən 3 il keçir. Anar Məmmədxanovun xatirəsini Aysel Zahid qızı ilə birgə anaq. Anar Məmmədxanovun ölüm xəbərini eşidəndə mən Jurnalistika Akademiyasında ustad jurnalist Mais müəllimin dərsindəydim. Xəbərin şoku dərsimizi açıq qoymaqla yanaşı otağa uzun müddətli sükut çöktürdü. Hər zaman səhnədə belə qamətli, şux və gülərüz dayanan Anarın vaxtsız ölümü tək bizim yox, onu sevən hər kəsin sükutuna səbəb oldu. Artıq insanlar onu səhnədə yox, məzarında ziyarətə gələcəkdi. Məkan yer dəyişsə də, Anar Məmmədxanov hər zamanki kimi gələnləri təbəssümlə qarşılayır. 3-cü ildir ki, Anar Məmmədxanovun səsinə, zarafatlarına, bir sözlə onun varlığına həsrət qalanlar Anarın qəbri üstündə ucalan soyuq heykəli önündə göz yaşları tökməklə təskinlik tapmağa çalışır. Amma onun zarafatları, hərəkətləri, onunla bağlı xatirələr çətin ki, Anar sevənlərin yaddaşından silinsin. Anar kimin üçünsə yaxşı dost, kimin üçünsə yaxşı həmkar, valideynləri üçünsə əvəz olunmaz oğul idi. Anarın yoxluğunu ən çox hiss edənsə onun övladları və daim onun həm kədərli, həm də sevinçli günlərində yanında olan həyat yoldaşıdır. Çətin ki, bundan sonra Anar kimi bir kapitan dünyaya gəlsin. Axı Anar Bakılı oğlanların qüdrətini hər kəsə sübut edən kapitan idi. Gülərüz, Şən və Hazır Cavab kapitan. Təəssüf ki, sizi biz itirdik. Bəli, itirən biz olduq. Sizin sayənizdə bir çox reallıqları fərqli formada dərk edən tamaşaçılarınız. Siz isə o bir dünyanızı qazandınız. Bu qədər insana dərdlərini unutduranın yeri cənnətdir əlbət.